Şitirləri coşduran təbii üzvü gübrə. Bu gübrədən istifadə edərək təbii, yəni ekoloji təmiz məhsul, orqanik gübrədir də bu. Bundan istifadə etmək insan sağlamlığına ən birinci təsir edən məqamlardan biridir. Yəni gübrələrdən az istifadə edərək təbii gübrələr hazırlayaraq bitkilərimizi yetişdirə bilərik. Kanala abunə olmağı unutmayın. Faydalı məlumatlar olacaq. Deməli bitkilərimizə təbii yollarla necə zərərvericilərdən uzaqlaşdırmaq olar və təbii yollarla necə faydalı meyvələr əldə etmək olar. O haqqda videolar hazırlayacağam. Səhifəni izləməyi unutmayın. Takibə alın. Bu videonu paylaşmışam YouTube'da, Instagram'da, TikTok'da necə hazırlanır. Bu mərcimək, quru maya və şəkərin qarışımından ortaya çıxan bir də su, ılıq su. Hazırlanması paylaşmışam YouTube'da da, Instagram'da da. Deməli, burada bu nə edir? Torpağın birinci canlılığını artırır. Bitkilərimizi deməli, mikrofəallığını artırır. Torpaq florası canlıdırsa, bitkimiz də canlıdır. Bitkimiz də gözəl inkişaf edəcək. Mərciməkdə olan az miqdarda azot. Mərciməyi cücərdib, blenderdan keçirdib, suda saxlayıb 24 saat, 48 saatda bitkilərə vermək olar bu qarışımla. Bunun da faydası var. Və mən burada deməli, torpaq zəif olduğu üçün, deməli 3 litrə 4 litr təbii gübrə qatmışam. Biraz çoxdur. 5 litrə qata bilərsiniz, elə 5 litr və yaxud 10 litrə qata bilərsiniz 1 litr təbii gübrədə. Mən təbii gübrəni deyirəm, çox qatın. Orqanik gübrəni və yaxud təbii üzvü gübrəni. Çünki torpağınız zəifdirsə çox qatmağınız məsləhət görürəm. Bunu qarışdırırıq, süzürük. Baxın, belə bir hal əmələ gəlir və bu qədər bəs edir. Hər bitkimizin dibinə vermək. Mən burada qurduğum sistemlər var. Ora tökürəm. Oradan da verilir. Hər bitkiyə bu qədər verməyimiz bəs edir. Təbii gübrədir. Bir bitkiyə bundan 2 dənə də verə bilərsiniz. Əgər zəifdirsə. Və bir şey deyim. Yavaş-yavaş vermək lazımdır. Çünki bitkimiz onu yavaş-yavaş qəbul edir. Qəfil verəndə boğulur. Bitkilərimiz boğulma baş verir. Baxın, suyu hopur torpağa. Yavaş-yavaş vermək lazımdır. Və çalışmaq lazımdır ki, təbii məhsullardan və təbii gübrələrdən çox istifadə edək. Çünki həqiqətən də bitkilərimiz, onlar da təbii gübrə istəyir. Həqiqətən biz, onlar danışmır. Amma mənim də kitabım var, bitkinin dilindən. Kim istəsə göndərə bilərəm. Və bitkinin dilindən kitabında mən yazıram. Bitki həmişə danışır. Sadəcə biz onu eşitmirik. Ona yavaş-yavaş vermək lazımdır. Bu torpaq həddindən artıq zəifdir. İnandırım sizi, həqiqətən torpaq o qədər zəifdir ki, yəni burada göyərti belə zəif bitirdi. Mən buranı geri dönüşümə çevirdim. Yəni necə deyim, torpağı Allahdan yaratdım və bura qurd da yox idi. Qurd belə gəldi o dərəcə. Bir torpağa ki qurd gəlirsə, o torpaqda ən azından bir bitki böyüyə bilərlər. Və yumurta qabığı ilə də əkə bilərsiniz. Əkməyi məsləhət görürəm. Yan tərəfinə qoymağımın səbəbi ilbizlər gəlməmək üçündür, zərərvericilər gəlməmək üçündür. Amma əkən zaman onu blenderdan keçirdin, toz halına gətirin. Ondan sonra torpağa qarışdırın. Onda daha yaxşı mənimsənir və çiçək ucu çürüməsi də olmur. Səhifəni izləməyi unutmayın. Faydalı məlumatlar paylaşacağım. Aşağı hissədə qeyd edin rəylərdə hansı bitki haqqında məlumat verim, necə məlumat verim, hamısını qeyd edin. Sağ olun, var olun, abunə olmağı unutmayın.